Deməli, video görüntüdə gördüyünüz bu balaca bir arının, it arısının arxa hissəsidir. Hardasa bir saat öncə bu arı öldürülüb, arxası qalıb burada. Demək, tərpədirəm bunu. Arının arxası tərpənir, görsənir bəlkə də. Arxasından da eyni zamanda iynəsi çıxır. Diqqətli olmaq lazım. Belə halda arını öldürəndə, arı öləndə ona ölmüş arı deyib toxunmaq olarsa, demək, arı hələ də ölməyib. Tam yaxından görsənirmi? İlanlar da belədir. Tərpəndikcə bunun uzundan iynəsini çıxardır, sarır. Görsən elə, fırıcı vursun, Göz, bu da belə. Bu ne arısı değil? İt arısıdır da, it arısının arxasıdır. Arxa hissəsidir. İlan da belədir. Bilirsən, ilanın üstündən keçir, başı qalır. Ayağın başının üstünə qoyan kimi ilan zəhəri də ağzındadır. İlanın zəhəri ağzındadır, bunun da zəhəri arxasındadır. O formada hər zaman nə edə bilər? İnsanı zədələyə bilər. Və o atını görsən, nə edir? Aha. Bir saatdan çox olar elə bunu öldürmüşük. Hə? Öldürmüsən, daha doğrusu vurmuşsan.